Salam, bugün mən gürcü xəngəli hazırlayıram. İlk olaraq xəmirini yoğururam. Xəmirinə 700 qram ələnmiş un, 1 çay qaşığı duz və apardığı qədər ilıq su istifadə edirəm. Xəmir bərk xəmir olmalıdır. Suyu əlavə edəndə mütləq ehtiyatla əlavə etmək lazımdır. Xəmir belə bir vəziyyətdə olur, amma dibində artıq un yoxdur. İndi mən bunu yaxşı yoğuracağım, hardasa 15 dəqiqə yoğurulacam və deməli, xəmir öz qaydasına düşəcək. Xəmir indi bu vəziyyətdədir, dibində un qalmayıb. Mən indi bunu hardasa 15 dəqiqə yoğuracağam. Hamar və bərk xəmir alınacaq. Xəmiri 15 dəqiqə yoğurdum. Belə bir xəmir alındı, bərk, amma hamar. İndi bunu sarafan klokun içinə qoyuram xəmiri. Və hardasa yarım saat gözlədirəm ki, xəmir dincəlsin və içliyi hazırlayıram. 750 qram dana ətidir, yağlı dana ətidir. 3 ədəd orta boy soğan sürtkəsindən keçirdim, əlavə etdim. Suyunu sıxdım soğanın və 2 diş sarımsaq əlavə etdim. Sonra bura yarım dəstə keşniş əlavə edirəm. Bir çay qaşığı duz, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı da qırmızı istiot. Əgər acı sevmirsinizsə, istiotu azalda bilərsiniz. Və su. Yaxşı qarışdıracağım və içliyimiz hazırdır. İçliyimiz bu cür alındı. Xəmir biraz yumuşalıb. İndi mən bunu hissələrə böləcəm və başlayacağam yaymağa. Xəmirin möhtəşəmliyini göstərmək istəyirəm sizə. O qədər gözəl xəmirdir ki. Kündələrə ayırdım xəmiri. İndi başlayıram. Xəmiri yoğurub içliyib. Kündəni açdım. Kündəni açanda zərrə qədər də olsa undan istifadə etmədim. Xəmir o qədər gözəl xəmirdir. Nə yapışdı, nə cırıldı. Plastilin kimi xəmirdir. İndi xəmiri qoyuram nəlbəkinin içinə və ətlə doldururam. Başlayıram ehtiyatla bükməyə. Xəngəllər hamısı suyun üzərinə çıxdı. O deməkdir ki, artıq hazırdır. Gürcü xəngəlini özümün hazırladığım acika ilə təqdim edirəm. İndi isə birinin dadına baxıb görək ki, içərisi suludur ya yox. Çox ləzzətlidir. Nə cırılmır, nə dağılmır. Çox gözəl bir xəmir və içliyi alınır. Siz də bu reseptlə hazırlayın. Siz də razı qalacaqsınız.